Yeni il başlayanda hər kəs öz planları haqqında düşünür. İl yeni başlayır, ilin ilk günüdür, yəni ilk günlərindən biridir. Mənim planlarım bu il, ötən ildə yarım qalan planlarım mütləq şəkildə tamamlanmalıdır. Bilirəm ki, hər birinizin planları var. İndi adam var ki, tamaşaçılarımız planlarını açıqlamır. Mən o açıqlanmayan planlara da hörmətlə yanaşıram. Amma burada dəyərli ziyalılarımız var. Gəlin onlardan soruşaq, 2026-cı ildəki planları nədir? Nəyi həyata keçirmək istəyirsiniz? Arzu demirəm ha, planlar. Bax, indi gizlədəcəklər, bax. Demək istəmirlər. Kimdən başlayaq? Planları. Kimdən başlayaq? Şaxta baba, ötür mikrofonu. Görək kim cəsarətli çıxdı. Görürsünüz, bax, Yeganə xanım cəsarətli çıxdı. Buyur. Nuranə xanım, 2025-ci il mənim üçün çox gözəl bir illərdən oldu. Mənim kitabım işıq üzü gördü. Bilirsiniz ki, mənim həm də pedaqoji fəaliyyətim var və pedaqoji fəaliyyətim də yanaşı həm də jurnalist peşəsində bir yerdə addımlayıram, yəni sizlərin sayəsində. Və mənim bir kitabım ərsəyə gəldi, musiqi terminləri. Bildiyiniz kimi Mədəniyyət Nazirliyi tərəfindən müəllimlər attestasiyaya cəlb olundu və inanın ki, o qədər müəllimlər həmən o kitabdan bəhrələndilər. İndi mən artıq fikirləşirəm ki, 2026-cı ildə artıq onun ikinci nəşrin davam etdim, ikinci cildin bəli davam etdirim və həmən o kitabı yenə ardın yazım, yaradım, bəli, çox böyük bir arzumdur. Yəni inşallah ərsəyə gəlsin, bunu deyək. İnşallah. Həm də yeri gəlmişkən 25-ci ildə ən yüksək bal yığan müəllimlərdən biri də mən oldum.